İsmayıl rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılan şərait barədə məlumat verdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən Yeniləşən Azərbaycana Yeni Məktəb proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqlarla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. (1296 şagird yerli liseydə Yeniləşən Azərbaycan Yeni Məktəb proqramı çərçivəsində inşa olunub. 4 mərtəbə və 5 korpusdan ibarət binada 56 sinif otağı, laboratoriyalar, informatika, texnologiya, gənclərin çağırışa qədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu istiqamətdə bir neçə vacib layihə həyata keçirilib. Müasir məktəblərin qurulması həm də Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz edilməsi gənc nəslin daha savadlı və bilikli yetişməsində olduqca mühüm rol oynayır. Təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Həmin dövr ərzində rayonda fəaliyyətə başlayan bu obyektlərdə 400-ə yaxın iş yeri açılıb. Prezident İlham Əliyevə rayonun Tircan kəndində su istehsalı müəssisəsinin inşası ilə bağlı məlumat verildi. İllik istehsal gücü 25 milyon litr olan müəssisədə 80 nəfər işlə təmin ediləcək. Ümumilikdə son illərdə ölkəmizin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu sürətlə inkişaf edir. İndiyədək dövlətimizin başçısı bu rayonda 10 dəfə olub. Azərbaycan prezidentinin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti, quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsullarının həcmində yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.